Canananı və hədiyyəsini görən Mətanət İskəndərli nə reaksiya verirsə, mən xahiş edirəm bizim rejissorumuzdan təqdim edərkən sujeti, daha doğrusu görüntüləri, mənim səsimi bağlamayın, mən orada bir neçə şərh edəcəyim. Gəlin birlikdə izləyək Mətanət İskəndərli və Canana qarşılaşması. Tuncay var işte, vay buna kurban olarak. Tuncay bir sanat adamıydı ya. Bak o Günay Tiyatro'nun artistidir. Ondan sonra Diğer rollarda bir de Buratino oynuyor. Hocalı tamaşasında oynuyor. Buratino oynuyor. Can, Tuncay. Nələri çok istəyirsən, Tuncay. Söz verirsən mənə bu kadar insanların içinde. Söz verirsən de sen adaya girəcəksən. Söz verirsən mi? Söz verirsən. Söz verirəm. Bak söz verdin ha. İnşallah deyək. Kim olmaq istəyirsən? Bak söz verdin ha. Sonra bak paylaşma. Və Canana gəlir gördüyünüz kimi, əlində hədiyyə. Almışlayan belə gənclərimizi. Canana yaxınlaşır. Mətanət xanım hələ Canananı görmür. Növbəti nəvəsi Ruhlanı dəvət edir. İnjiner olacaq mənim balam. Bəlkə sən kim olmaq istəyirsən? Həkim olmaq istəyir. Mənim balalarım Azərbaycanın gözəl Və Canana sizin xoş gələcəyinizi almaq. hazırladığı hədiyyəni bağlamadan açır, Mətanət xanıma təqdim edir. Ən maraqlı məqamlar indi yaşanacaq. Mətanət xanım şəkillik izlədi. Və sanki narazı halda Canana yerinə əyləşməyə gedir. İndi Canananın kiçik qızı Mətanət yaxınlaşır və anasının verdiyi hədiyyəni üzü yuxarı qoyur. Burada isə onların ailə portretidir. Ailəlikcə çəkdirdiyi şəkli Canana tabloya qoyaraq eks qaynanası